Salam dəyərli izləyicilərimiz. Deməli, son zamanlar bu Hyundai Kia'ya ümumi qulluğu mən hər yerdə görürəm. Kulişter ustasından tutmuş, elektrikinə kimi, yəni bu işləri görür. Allah hamısının canını sağ eləsin, bir şey demirəm. Heç kim özünə götürməsin bu dediklərimi. Amma ki, yəni görürəm ki, deyirlər, nə bilim, baha iş görürlər. 1200 manata cəmaatı alladırlar, nə motoru yerə qoyurlar, nə nə edirlər. Qardaş, bu işi biz əvvəldən ərziyə gətirən biz olmuşuq. Bizim videolarımızın əvvəlki ümumi qulluq paylaşdığımız ilk videoya baxın, həmən vaxtlara da baxın, görün, həmən vaxtda kim bu işi görüb, kim paylaşıb. Yəni onda deyirsiniz ki, hə bax səndən qabaq bu işi görən olub. Sənin o söz deməyə haqqın yoxdur. Amma mənim heç kimlə işim yoxdur. İndiyə kimi deməmişəm ki, misal üçün bu işi filan kəs 1100 manata görür, alladır sizi, nə bilim, nə edir. Elə bir videomda olanmaz, mən heç vaxt usta yoldaşlarımı heç vaxt pisləməmişəm. Yəni bilən bilir, gəldi qardaş. Mən dəfələrlə də yanımıza iş gəlib, misal üçün bu kollektorun adıca botların bağlamlar, 2 dənə 3 dənə bot bağlar, bəzi botlar özün olmur. Amma bizim sexdən çıxan maşının mümkündür ki, yəni zavod kimi adi bir dənə balaca plasmasına kimi hamısı üstünə yerinə bağlayırdı. Yəni bir dənə əski artıq səhv tuta bilməz heç kim. Çünki biz bu işin içindəyik. Əvvəldən bu işi biz görmüşük. İndiyənə kimi də yəni bu işi görürük, problem olmuyor. Qardaş, bax, bunun orijinal sep başmağı var, karovkanın yağı var, filtri var, qranat salniki var. Mən hər dəfədə videoda misal göstərirəm ki, bax, bu detalı qoyuruq, bu detallardan istifadə edirik. Üst kirişkanın proklatkası var. Motoru təkcə düşürüb yerə, ölüxanadan alınma motoru üstünə qoymaq elə ən ucuz iş görən usta 300 manata görür. Karovkanın yağın filtrini söküb yerdə dəyişməyə ən ucuz iş görən usta 150 manat eləyir. O da ki, yəni əgər sırf karovka ustası olsun da, misal bu işdən anlayışı olan adam olsun. Da gedib misal üçün anlayışı olmayan bir dənə xadavoy söktür, kirişkanı dəyişib filtr dəyişətsən deməyəsən, yox. Bilən ustaya, da məcburiyyətdən ucuz iş görənə yox. Normal iş görən adam 150 manata karovkanın yağın filtrini dəyişir, zəhmət haqqıya. Yəni minimumda 300 manata motoru dəyişirlər. Biz 1200 manata, yəni anlayışı olan, bilən hesablasa, bilər ki 450 manat, 500 manat sepin orijinalıdır. Karovkanın yağının litri 22 manatdır, 8 litr yağ gedir. Karovkanın filtri var, 45-50 manatdır. Qranat salnikləri var, ikisi də dəyişilir. Üst kirişkan proklatkası, qabaq salnik 30 manat elə bizim istifadə edədiyimiz germetkadır. Ola bilər kimsə 350 manatlıq, 300 manatlıq sepdən istifadə edib, bizi də elə fikirləşir, yəni o elə ucuz işlər görmürük, ucuz detallardan istifadə eləmirik. Və ən əsası da, misal, sepi dəyişirik.